Selamünaleyküm. Əziz izləyicilərim, axşamınız xeyirli olsun. Hər vaxtınız Allah xeyrə yazsın. Bugün Bakı Xəbər TV verilişinin studiyasının aparıcısı Mehman İsmayılovun bu hanımefendi, ermənini qucaqlayan hanımefendi ilə əlaqədar verdiği bir verilişe baktım. Çok müteessir oldum. Mehman kardeşimiz çok zahmet çekir, çok əziyyət çekir ve həqiqətən dərindən analiz edir. Analiz edir ki, ay kız, ay xanım, sen öz istəyinin qurbanı ola bilərsən, etmə, eləmə. O erməni tayfası bizim əcdadımıza çok müsibətlər yaşadıb. Bunu görmezden gelmek olmaz. Özü də səhv eləmirəmsə, güya qız çıxışların birində deyib ki, qazi övladıdır. Sən nə tər qazi övladı ola bilərsən ki, atan düşmən erməniyə qarşı vuruşub qazi olubdur. Sən gedib həmən o düşmənin övladını öpürsən, qucaqlayırsan, hələ kommentarlər verirsən, güya sülh göyərçinisən sən. Ben Mehman müəllimi tam dəstəkləyirəm. Amma əlavə olaraq bir şey bildirmək istəyirəm ki, ay millət, bax gəlin əyri oturaq düz danışaq. Əgər bir ölkənin naziri öz övladını erməniyə verirsə, o ilə nə deyirlər, qudaq olursa, qolbutaq olursa, qohum olursa, bu ölkənin sıravi vətəndaşının erməni ilə maşmuş eləməyi o qədərdirmi? Ayıb. Belə götürəndə bugünkü bu bayraq qaldıranlar, bu erməni ilə öpüşənlər, erməninə qahmar çıxanlar, bunlar səhv eləmirəmsə, mənə elə gəlir ki, vaxtilə bu millətin içine yerləşdirilmiş aşotlardır, aşotdur, Vartazardır, adını Vaqif qoyub, nə bilim, Xaçikdir, adını Xürrəm qoyublar, nə qoyublar bilmirəm. Yəni, nə qədər erməniyə Azərbaycanın adıyla pasport verilibsə, sənəd verilibsə, onlar xüsusi olaraq belə işlərdən ötürü millətin içine yerləşdirilən bombalardır. Yavaş-yavaş patlamağa hazır olan bombalar və yaxud da mini zamedlenного действия. İndi fikir verin, bu birinci deyil, ikinci deyil, bir dəfə də bir qız gene elə danışmışdı ağlına gələni ermənilərlə. Nə qədər içimizdə erməni qanı daşıyan məmurlar var, işləyənlər var, xalqa əziyyət verənlər var. Belə hesab eləsək, belə çoban sayağı hesab eləsək, 10 milyon əhalinin deyək ki, bir neçə faizi ermənidən dönən, yəni anası ya atası erməni olub törənənlər. Nə qədəri pasportlarını dəyişdirib filan eləyənlər. Nə qədəri, nə bilim, ermənini alıb özünə xanım eləyənlər. Bunların heç biri bu vətənə, bu millətə xidmət eləmirlər. Eləməzlər də. Belə insanlardan ötürü gərək bizim hökumətimizin xüsusi bir qərarı olayı, bu yatmaq olmaz. Dövlət siyasetinə zid olaraq düşmən ünsürlərə xidmət eləyənlər əmlaki müsadirə olunmaqla vətəndaşlıqla məhrum olmalıdırlar. Və yaxud da bu Rus bayrağı qaldıranlar. Açır, nə qədər belə bu qansız, millətsiz, qansız, yəni bu qədər mi sizin sortunuz dəyişilibdir? Bu qədər bizim başımıza bu Rus oyun açıb, müsibətlər törədib. Kişilər,
Unudursunuzmu Qarabağ xanının ailəsini bir gecədə məhv eləməyini? Beşikdəki 6 aylıq çağanı süngüylə süngülüyüblər. Bunu niyə unudur? Unutmaq nədir? Çünki qanı qarışıq olanlar da onlardan ötürü heç bir əhəmiyyəti yoxdur. Düşmən nə qədər millətdən adam öldürüb. İndi hesab edək görün bu 10 milyonun nə qədəri yad qan daşıyıcılarıdır. Nə qədər də həqiqi Oğuz övladlarıdır. Ömür boyu əsrlərlə bizə düşmənçilik eləyənlərin övladları, o düşmənlərin qanını daşıyanlar bu xalqa, bu millətə, bu dövlətə nə qədər xeyirli ola bilərlər? Niyə bu qədər bizim Allah Teala bu qədər təbii sərvət veribdir? Yenə də zəif inkişaf edirik. Yenə də çətinliklərimiz var. Yenə də əhalinin böyük bir qismi əziyyət çəkir. İllah da ki, bu müharibədə vuruşanlar, müharibədə şəhid olanların ailələri, yaşlı insanlar, bu ölkə üçün həqiqətən vicdanla əmək verən insanlar niyə əziyyət çəkməlidirlər ki? Siz niyə? Arkadaş, qorxmursunuzmu? Mən həmişə çıxışlarımda mütləq Quran-ı Kərimdən bir sitat gətirirəm. Allah Teala orada deyir ki, ayın sən istəyirsən yaxşılıq elə, istəyirsən pislik, o sənə qaydacaqdır, mütləq qaydacaqdır. İstəyirsən bu dünyada, istəyirsən o dünyada. Örnək, fakt, bax, Ramiz Mehdiyev. Nə qədər yaxşılıq eləyibdir, nə qədər pislik eləyibdir, hamısı gəlir, bir qabağına Allah çıxarır. Kişi, Allahla oyun oynamayın, Allahın əmr etdiklərini qulaq ardına vurmayın. Allahın elə dediklərini mütləq eləyin, eləmə dediklərini də eləməyin. Barbar bağırırlar, ay ermənilərlə sülh ərəfəsindəyik, filanıq, beşməkənik, nə bilim nəyik. Mehman müəllim çox gözəl izah elədi. Tarixləri ilə bu qədər ermənilərə biz güzəşt getdik. Xoren ağıllandı mı? Yox, əksinə fürsət tapan kimi yəni böhrümüzdən bıçağı bizdədir. Nə qədər biz onlara yaxşılıq eləmişik, nə qədər Azərbaycan hesabına yaşayıblar. Gürcüstan da, Ermənistan da, hətta Dağıstanın böyük bir hissəsi. Sovetlər zamanında Azərbaycanın hesabına yaşayıblar bu respublikalar. Amma Gürcüstanla Ermənistanın büdcəsi Azərbaycanın büdcəsindən ya çox olub, ya eyni qədər olub. Xeyr ola. Otursunlar, baxsınlar da taxta başlar. Bir analiz eləyin. Nə qədər Azərbaycanlı bunlar gülləliyiblər. Həmən dövrdə nə qədər Gürcü güllələnib, nə qədər erməni güllələnib və ya sürgün olunub Sibirə filana, ora-bura. Yəni bu qədər mi siz manqurtsuz? Hətta manqurtlaşdırırlar da milləti. Artıq bu millət elə bil ki, Oğuz sortundan deyil. Bu nəsə sortu biraz rəhmətli bir ağsaqqal kişi var idi Bərdədən. Mən gənclik illərimdə biraz enerjili idim. O xalq hərəkatının belə 88-89 bu illərdə rayonların birində, Allah rəhmət eləsin ona. O nə qədər törəmələri varsa, yaşayırlarsa Allah onların hamısına can sağlığı versin. Mən biraz qaynar idim, biraz bəzən özümə sığmırdım. O kişi mənə saxla dedi, bala. Biraz dedi, sən bu millətlə heç yerə gedəməzsən. Dedim, niyə? Mən millətimi belə hələ başladım. Az qala buna da seminari oxuyurdum. Allah rəhmət eləsin. Dedi, günlərin birində inanarsan bu millətə, gedərsən irəli, bir də dönüb baxarsan ki, o getməli olduğun yerə elə çatmayıbsan, filan qədər məsafə var. Yanında iki tək bir küt adam qalacaq ya qalmayacaq. Çünki bu millətin sortu dəyişdirilib. Bu millətin qanı dəyişdirilib. Bu millət artıq o tarixlərdəki kimi o qəhrəman millət deyil. Erməni ilə evlənib, Gürcü ilə evlənib, nə bilim kimlə evlənib, o ilə evlənib, Rus. Hətta Allahın haram buyurduğu şeyləri yiyib qanı dəyişilib. O da var. Dindən uzaqlaşıb
Qanı dəyişilib, bu da var. Nikahsız nə qədər ailələr qurulubdu Sovetin dövründə. O da var. Bunlar hamısı millətin sortunun, əxlaq və mənəviyyətinin dəyişməsinə səbəb olan amillərdir. İndi bu tərəfdən də bu erməni bəlkəm də elə o əfəndi qız elə erməni ilə qohumdur, qanında erməni qanı var. Elə bir yoxlamaq lazımdır. O erməni qanı olmasa o bu qədər erməniyə sevgi olmaz, bu qədər də qulaq ardına vurmaz. Yəni nətərsən millətin nümayəndəsisən ki, sən tarixi bilmirsən, sən bilmirsən bu başımıza gələnlər. Cəhənnəm bu 500 il bundan qabaqki, 100 il bundan qabaqki nə bilim neçə bilmirsən, 50 il bundan qabaq. Bu indi olanları niyə bilmirsən axı? Bu 44 günlük müharibədə nələrin üstü açıldı? Nə qədər toplu məzarlar çıxdı? Qərib Azərbaycandan qovulanların söylədikləri, dedikləri hamısı var, mətbuatda var, orada burada yazılıb. Sən oxumursan ki bunları, oxumazsan da, çünki sənin millətinin tarixi deyil. Sən bizim millətdən ola bilməzsən. Ay bayraq qaldıranlar, siz də bu millətdən deyilsiniz. Deyilsiniz. Bu qədər şəhid verən, bu qədər əzab, əziyyətə qatlaşan millətin qan töküb əldə etdiyi azadlığı siz bir tikəyə, bir sümüyə, qabağınıza atılan nə bilim nəyə, bir iki quruşa, muruşa satırsınız, dəyişirsiniz. Siz nətər bu millətdən ola bilərsiniz? Əsla. Əgər tövbə estağfurullah, əgər doğrudan da bu millətin nümayəndələrisinizsə, onda ağlınızı başınıza yığın. Bir balaca düşünün. Quran-ı Kərimdə Allah Teala deyir ki, ey insan deyir, mən deyir bu qədər sənə hər şeyi izah elədiyim halda deyir, sən niyə az düşünürsən? Arxasınca gəlir. Həqiqətən insan nankör məxluqdur. Siz də bax o nankorlardansınız. Mən demirəm, Allah deyir. Bu qədər tarix yazır, bu qədər ölkə prezidenti danışır, faciələrdən danışır, Xocalıdan danışır, nədən danışmır? Hər şeydən danışır, hər şey toxunur. Yəni siz qulaq asmırsınız, oxumursunuz, ancaq televizorda o yufka qaldıran sinələrini, başını, orasını, burasını açanlara mı qulaq asırsınız? Onları mı izləyirsiniz? Bir də Avropanın dəyərləri ilə yəqin ciddi məşğulsunuz, onları yüksək tutursunuz. Böyük səhv edirsiniz, yanlış yoldasınız, qayıdın. Sizi kimi adamlar bu milləti təmsil edə bilməzlər. Və mən bir vətəndaş olaraq hökumətimizdən istəyirəm ki, bu dövlətimizin apardığı siyasətə tərs siyasət aparanlar, tərs fəaliyyətdə olanların əmlakları müsadirə olunsun, özləri də vətəndaşlıqdan çıxarılsın. Rəhmətli Heydər Əliyev demişdi, Allah ona qəni-qəni rəhmət eləsin, dedi ki, Azərbaycanın müstəqilliyi daimidir, əbədidir. Bunun qarşısında, bunun başqa variantını eləməyə çalışanlar o kişinin də, bu xalqın da, bu dövlətin də, bu vətənin də düşmənləridir. Hökumət, dövlət, bu ilə ciddi məşğul olun, xahiş edirəm. Bir ağsaqqal kimi, bugün ələyim, xəlbirim göydə fırlanır. Bir ayağım burada, bir ayağım oradadır. Hələ bilmək olmaz, bəlkə də bu çıxışımdan sonra o tör-tökülüntülər, düşmənin tör-tökülüntüləri axtarıb məni tapıb, o birisi dünyaya getməyimi tezləşdirdilər, o da ola bilər. Amma dövlətimiz özünü göstərməlidir. Bir-iki nəfər belə yaramazları cəzalandırsaz, qanuni şəkildə, bütün normalara, konstitusiyaya əsaslanaraq cəzalandırmaq lazımdır ki, digərlərinə dərs olsun. Və sizi inandırıram, o dövlət belələrinə cəza verəndən sonra nə qədər adam çıxıb gedəcək buradan, tərk edib qaçacaqlar da, canlarını qurtaracaqlar. Belə şey ola. Millət balalarını itirib, necə də gün görməmiş oğullarımız, necə oğullarımız gedib, necə qız gəlinlərimiz, körpü uşaqlarımız, siz bir millətin uşağını
Yəni həddi buluğa çatmayan uşağını və qadınlarının öldürülməyi o millətin gələcəyini qurutmaq, yox etmək deməkdir. Ay taxta başlar, ay qanmazlar, ay kafirlər, ay dinsizlər. Siz bunu da anlamırsınız, bilmirsiniz. Yəni bu qədər tupoysuz. Gedib bayraq qaldırır, erməni qucaqlayır, öpür. Allah başınıza elə bəla salsın ki, elə həmən o çox sevdiyiniz adamların əli ilə bəlkə ağıllanasınız. Allah bu vətəni, bu milləti, dövlətimizi qorusun. Bu xalq və dövlətimiz üçün çalışanlara Allah yardım etsin, kömək olsun. Allah hər cür düşmən bəlasından, fitnəsindən, görüb görməyən hər cür fitnəkarlardan, əzazillərdən, zalimlərdən Allah xalqımızı, millətimizi, vətənimizi və dövlətimizi qorusun. Amin və rəhmətullahi və bərəkatuhu. Sağ olun, gecəniz xeyrə qalsın.